Şübhəsiz ki, yəni böyük günahın kiçiyinə və böyüyünə baxılmır. Alimlər deyir ki, sən günahın kiçiyinə və böyüyünə baxma, sən bax gör kimə asi olursan. Aləmlər Rəbbi olana asi olursan. O qədər deyir, dağlar var ki, kiçik daşlardan yaranıb. O qədər deyir, böyük alovlar var ki, kiçik qığılcımlardan yaranıb. Ona görə insan gərək bu günah kiçikdir, buna eybi yoxdur və yaxud da ki, bunların bağışlanmamasının da bir problemi yoxdur. Allah təala istəsə bağışlar. Bu cür eləməməlidir, yox. Nə ki, əlhəmdülillah, şəriət ona onun üçün qapılar açıb, xeyrə aparan qapıları açıb qarşısına günahların bağışlanması üçün əməllər göstərib və xeyrə nail olmaq üçün əməllər göstərilibsə, insan çalışmalıdır, xeyr əməlləri artırsın, günahların təmizlənməsi üçün də səy göstərsin. Ona görə alimlər deyir ki, insan daim istiğfarla məşğul olmalıdır. Yolda, məsciddə, evdə, yatanda, duranda, bütün gününü istiğfara ayırmalıdır. Boş dayanmamalıdır dili. Allahım məni bağışla deyə, estağfurullah, estağfurullah. Çünki sən bilmirsən ki, Allah Taala'nın səni bağışlayacağı vaxt, saat hansı vaxtdır? Hansı vaxta düşəcək o bağışlanma vaxt? Sən bilmirsən. Ona görə deyirsən, bütün günün bağışlanmanla keçməlidir ki, ola bilsin ki, o bağışlanma saatına düşdün və onunla da bağışlandın.